Salam gözəl izləyicilərim, sizi yeni bir videomdan salamlayıram. Sizlərlə birlikdə bir dəfə ağ kələm tutması etmişdim. İndi isə qırmızı kələm tutması edəcəm. Dedim bir sizlərlə çəkim paylaşım. Düzdür, videonu bir neçə vaxt çəkmişdim, amma səs yazdırmamışdım. Dedim elə kələm tutmamda yetirsin, elə sizlərlə də elə səs yazdırıb paylaşaram. Qış gəldi, hamımızın, yəni olmazsa olmazımız kələm tutmamız. Bizim bilmirəm sizdə də elədimi? Bizim evimizdə ən çox, yəni sevilən qırmızı kələm tutmasıdır. Ağı o qədər yaxşı tutmurlar. Ona görə də qırmızını daha çox sevirlər. Daha çox qırmızı kələm tutması hazırlayıram. Dedim bir sizlərlə də çəkim paylaşım. Sizlər necə qızlar? Sizlər də kələm, yəni qırmızını mı sevirsiniz, yoxsa ağ kələm tutmasını mı? Düzdür, zövqlər müxtəlifdir, ağız təamlarımız müxtəlifdir. Ona görə də hərənin bir fikri var. Yenə deyirəm, fikirləriniz mənim üçün maraqlı olar. Yorumlarda siz nə hansı qayda ilə kələm tutması qoyursunuz? Yəni mənim üçün də maraqlı olar ki, yorumlarda yazarsınız necə qoyduğunuzu. Belə deyim qızlar. Deyilənə görə, yəni özümü tərif deyə demirəm. Deyilənə görə kələm tutmalarım dadlı olur. Ümumiyyətcə şorabalarım dadlı olur. Ona görə də hər zaman sevirlər. Belə deyirlər, amma bilmirəm nə dərəcədə düzdür, nə dərəcədə yanlışdır. Mən böyük doğrayacağam. Deyirsiniz ki, çox böyük etmisən, böyük doğrayacağam. Biz tərəflərdə buna çappa turşu deyirlər. Tam da o böyük, o çappa formada doğramamışam, amma biraz böyük doğramışam. Bilmirəm, bizdə elə deyirlər. Bilmirəm, biz yəni Qazax Akstafa zonası elə deyir. İndi hər bölgə hər zona özünün yəni ləhcəsilə deyir, belə deyim. Hardasa belə yəni doğrayıb qoyduğum tutma bir həftəyə, 10 günə yəni yetirir, yaxşı da olur. Xırçıltısı yerində, boşalması, yəni bəzən görürük ki, kələm boşalır, yəni necə deyim, yumşalır, pis hala düşür. Heç bir yəni elə bir yəni boşalması də ki, necə deyim, bəzən elə olur ki, görmüşəm kələm çox belə boşalır, ətmətən kimi olur. Turşu dadında da dəyişim olur. Yəni heç bir yəni dəyişimi olmur. Çox gözəl olur. Sizlər də istəsəniz edərsiniz. Mən gözə yarı tökürəm qızlar. Yəni duzunu da istər mən esensiya istifadə edirəm, sirkə istifadə etmirəm. Soyuq su ilə hazırlayıram. Bəzən görürəm ki, qaynar su ilə də edirlər. Amma yəni qaynar su ilə etmirəm. Adi soyuq su ilə edirəm. Gözə yarı duzunu töküb, gözə yarı yəni sonra da suyunda da gözə yarı həll edirəm. Belə halda da yəni gözə yarı kələm ölüşkənə kimi duzunu tökürəm. Sonra da yenə gözə yarı, belə deyim, yəni pendirin duzundan biraz pendir duzlu olur. Amma bu pendirin duzundan biraz az yəni su eləyə bilərsiniz. Üzərinə də baxır, mən 5 kiloluq baçoklarda qoymuşdum. Harca bir xörək qaşığı da esensiya atmışam. Bəzən görürəm ki, esensiyanı yerinə sirkə də atırlar, amma mən heç sirkə ilə qoymamışam. Ona görə də hər zaman mən kələm tutmalarına istər ağ olsun, istər oyması olsun, istər də belə qırmızı olsun, hamısını yəni esensiya ilə edirəm. Belə qızlar, gördüyünüz kimi doğradım. Doğradığım yəni ləyənə yığıram, üzərinə duz tökürəm, gözə yarı ovuşdururam. Ki tam ovuşdurmuram, nə əzmirəm, nə də ki tam da yəni ovmuram ki əzilsin. Biraz duzunu tökürəm, qoyuram qırağa. Üzərindən o birisini yenə doğrayacağam bu ölüşkənə kimi. Ondan sonra yəni axırda da yenə doğrayıb biraz qoyacağam
boşalsın kələm. Biraz örüş gəlsin. Ondan sonra qoyacağam baçoklara, dolduracağam. Siz istəsəniz bankalara da, yəni balon bankalara da qoya bilərsiniz. Mən baçoka qoymuşdum. Əslində deyilənə görə, yəni şüşə balonlarda daha yaxşı yəni durur şorabalar. Mən çox olduğu üçün 5 litrliyə qoydum. Amma bir dəfə sağlıq olsun 5 litrlik şüşə balon alacağam. Bir dəfəlik də hər zaman elə o balonda istifadə edəcəm. Mənim yoxdur, amma yəni marketlərdə görürəm, çox yaxşıdır. 5 litrlik də var, 3 litrlik olanı da var. Bir dəfəlik 5 litrlik alacağam ki, biz şorabanı mən qoyanda ən azından 5 litrlik baçoklarda qoyuram. Yəni əlimin altında olsun deyən, həm də şorabanı biz yəni kələm tutmasını deyim, şorabasını daha çox istifadə edirik. Özüm də sevirəm, uşaqlar da sevir, yoldaşım da sevir. Ona görə də daha çox yəni qoyuram. Ən çox da dediyim kimi qırmızı kələm tutmasını daha çox sevirik. Belə qızlar, doğradım, üzərinə doğradım, yığdım. Mən tam bərk kələmdən hazırlamamışam. Deyə baxarsınız, görərsiniz ki, əsl dolmalıq kələmdir. Tam da dolmalıq deyə bilmərəm, amma yumşaq kələmdən. Amma ağ şorabanı, yəni ağ tutmanı edəndə, yəni oyma edəndə onu bərk yəni kələmlə hazırlayıram, amma bunu elə tam bərk olmasa da olar. Ona görə də tam bərk şəkildə kələm almamışam. Yəni belə deyim, laylay açılan kələm də olsa, yəni pis olmur. Yəni ondan qorxmayın ki, o kələm yaxşı olmur. Yəni istər-istəməz boşalır. Duzunu normal tökəndə, yəni kələmdə boşalma olmur. Onu çatdırmaq istədim sizlərə ki, yəni ondan qorxmayın. Duzu yerində olanda heç vaxt tutmalarınız boş olmur. Biz yəni rənginin qırmızı olmağı üçün də mən yəni belə deyim, çoğundurunu daha çox vururam. Rəngi tam qırmızı olmaq üçün. İndiki çoğundurların qızlar, bilmirəm sizdə də elədirmi? Mən axır vaxtları çoğundur alanda yaxşı çoğundur çıxmır. Ona görə də məcbursan ki, yəni çox vurasan, tutmalarda, yəni çoğundurunu çox istifadə edəsən. Adi o günləri mən vinegret hazırladım. Vinegretdə belə çoğundurun istədiyim rəngdə yəni rəngini aldıra bilmədim. Bilmirəm, indi çoğundurlarda heç rəng deyilən bir şey yoxdur. Nə şorabaya rəng versin, istər salatlarımızda olsun. Düzdür, yaxşı çoğundurlar da var, amma çıxmağından asılıdır. Alırıq, gətiririk, bilmirik. Orada düzdür, baxırıq mağazin olsun, istər bazarda olsun. Baxırıq, görürük qırmızıdır. Satan da belə tərifləyəcək ki, hə, öz malını satmaqdan ötəri ki, yaxşıdır. Amma evə gətirirsən ki, yəni o rəng vermir, o rəngi tutturmaq olmur. İstər salatlarımızda, istər də yəni tutmalarımızda. Gördüyünüz kimi mən 2 baş götürdüm, amma gördüm ki, 2 baş azlığı elədi qızlar. Bir baş da əlavə yəni çoğundur götürdüm. Orta başdır, nə elə böyük baş deyil. Orta bir başda çoğundur götürmüşəm. Bir kvadrat formasında da nə iri, nə elə balaca etmirəm. Gördüyünüz kimi belə kətə-kəsənlə kəsib qoyacağam. Yəni kələmin üzərinə, kələm örüşgənəndə elə baçoklara da doldurub, üzərinə də suyunu hazırlayıb tökəcəm, yəni qoyacağam. Siz istəsəniz, yəni isti yerdə, isti deyəndə, yəni ev, otaq temperaturunda saxlaya bilərsiniz ki, tez yetirsin. Amma mənim yəni şorabam olduğu üçün mən çölə qoydum. Hardasa bir 10 günə yetirdi. Amma istəsəniz bir həftəyə, bir 5 günə içəridə daha tez yetirir. Amma mənim əlimin altında başqa şorabam olduğu üçün ona görə də çölə qoydum rahat-rahat. Yəni özünü tutdu.
Daha yaxşı olar ki, çöldə olanda, yəni belə deyim, içəridə olanda istər-istəməz isti olur, eee, suyunda qalxmalar olur, amma, çöldə olanda sərin halda olur, yaxşı olur. Ona görə də mən, qoydum elə, çölə, balkona, rahat-rahat da yəni tutmam tutdu. Çox gözəl də rəngi oldu. Xırçıltısı da yenə yerində, hər bir şey yerində oldu. Yəni mən razı qaldım. Ağ tutmanı da elə bu qaydada edirəm. Mən, qaynar su ilə qoymamışam heç, amma ağ, tutmanı da belə bu formada doğrayıram. Sadəcə ona yer kökü vururam. Yəni onun da içərisinə, esensiya tökürəm. Bu qaydada gözə yarı duz edib esensiyasını töküb qoyuram bir, kənara. O da bir 10 gün ərzində yetirir. 1 həftə 10 gün ərzində yetirir. Amma görürəm, eşidirəm ki, qaynar su ilə qoyurlar. Qaynar su ilə qoyanda deyirlər ki, daha tez yetirir, amma heç etməmişəm. Heç sınamamışam. Nəsə elə bilirəm ki, qaynar su ilə tutma etsəm kələm boşalar, kələm tez xarab olar. Mən elə düşünürəm, amma yəni yemişəm, o da dadlı olub. Yəni kələm tutmasını qaynar su ilə hazırlanmış şəkildə olanını da yemişəm. Fərq olmayıb, o da dadlıdır. Amma sadəcə özüm o riski etməmişəm. Heç vaxt o risk edib, yəni şoraba qoymamışam. Belə qızlar. Bu günlük, yəni mənim əsas işimin biri, dedim ki, tutmamı aradan çıxardım, qoyum. Bu da bir vaxt aparır, belə deyim qızlar. Yəni vaxtı çox aparır. Doğramaqdır, istər yəni onu hazırlayıb bir neçə saat onun vaxtın gedir. Yəni istəyirsən ki, şoraban yaxşı olsun. Ona görə də biraz vaxt, biraz həvəs qatmalısan ki, yəni yaxşı da alınsın. Ona görə bugünkü günümü sırf buna ayırmışdım. Düzdür, indi deyə bilmərəm ki, başqa iş görməmişəm, amma belə hazırladım ki, rahat bu işimi, bu günü, yəni bu işimi aradan çıxardım. Üzərinə də belə şüyüt qoyuram. Bir də lavrun list. Acı bibərini də qoyub, yəni qoyacam baçoklara. Siz də yəni zövqə görədir. İstəsəniz acı bibərini artıq edərsiniz. Mən 2 dənə, yəni acı bibər qırıb ortasından qırdım ki, acılığı çıxsın. Yenə dediyim kimi, istəsəniz bibəriniz acıdırsa da, acını sevmirsinizsə də bir bibər də atsanız olar. Biz acını sevdiyimiz üçün ona görə də 2 bibər atdım. Belə baçoka dolduracam. Üzərinə indi esensiya atacam. Hər zaman xiyar turşusuna atdığım esensiyadan atacam. Yəni o xırçıltını daha da mənə elə gəlir. Xırçıltını daha da yaxşı edir. Kələm ölüşkəmir, daha xırçıltılı olur. Bilmirəm, sirkə etməmişəm heç. Yəni bəlkə də sirkə etsəm, sirkədə də yaxşı olar, amma heç vaxt etməmişəm. Amma bir dəfə istəyirəm ki, yəni sirkəli tutma edəm. Sizlərlə də çəkərəm, paylaşaram, dadını da sizlərlə bölüşərəm. Belə baçoka doldurdum. Basa-basa doldurdum ki, qızlar, düzdür, hələ mən kələm tam ölüşkəmiyib, gecəni qoysam idim, tam ölüşkəyərdi. Amma mən video çəkib sonlandıracaqdım deyən qoymadım, yəni kələm ölüşkəsin. Elə gördüyünüz kimi doğradım, duza qoydum. Biraz keçdi, doldurdum baçoğa. Arasına belə şüyüt qoyacam. Lavrun listləri də arasına laylay tökürəm. Bibərini də yenə onu kimi töküb hazırlayıb yenə baçoka dolduracam. Bu qədər yəni su götürmüşəm. Gözə yarı da dediyim kimi hardasa 6-7 qaşıq 3 litrə hardasa 6-7 qaşıq belə duzunu tökürəm.
yəni duzu da yerindədir. Sonradan qızlar mən əlavə nə duz artırıram, nə də məsələn duzu çox olmur ki, deyəm ki, duzu çoxdur, əlavə üzərinə su artırıram. Gördüyünüz kimi bir xörək qaşığı tökdüm, silək xörək qaşığı tökdüm. Yəni o bu boyda suya bəs edəcək. Çünki çox da tökəndə essensiyanın dadını hiss eləyirsiniz. İstər-istəməz o qoxusunu hiss eləyirik. Biraz qoxusu tünd olur. Yəni ona görə də bir qaşıq, silə qaşıq, yəni bu suyunuza polnu bəs edər. Yəni artıq tökməyə ehtiyac yoxdur. Suyu da üzərinə tökəcəm, qoyacam çölə. Qoy rahat-rahat, yəni özü tutsun. Acılığı da bizə, yəni 2 dənə bibər götürmüşdüm. Acılığı da yaxşı oldu, acı çıxdı. Yəni normal, nə elə acılı deyildi, nə elə yəni acısız deyildi. Biz istədiyimiz, bizim ağız dadımıza uyğun bir şoraba çıxdı. İndi bilmirəm, yenə deyirəm, istəsəniz siz yəni artırıb azalda bilərsiniz. Bir də mənim əlimin altında yox idi. Qara istotda bəzən vururam, bəzən olur, amma indi əlimin altında yox idi deyən elə bibər etdim, bibər atdım. Belə üzərini də doldurub qoyacam çölə. Mənim üçün də maraqlı olar. Siz necə qoyursunuz? Mən sevirəm hansısa kimsə bir fikirlərini yorumlarda yazıb nəyisə başa salmağı, nəyisə öyrətməyi ki, mənim üçün maraqlı olar ki, həmin kimisə hansısa bir sözündən mən də onu edərəm, baxaram, sınayaram, görüm yaxşı olarsa da istər yeməklər olsun, istər tutmalar olsun, onları hazırlayaram ki, görək bizim ağız tadımıza uyğundurmu? Əgər yaxşı olarsa, mən də hazırlayaram. Bunu öyrətmək kimi yəni çəkmədim. Sadəcə bir video kimi çəkdim, paylaşdım belə qızlar. Yəni fikir olaraq çəkdim. Belə qızlar, sağ olun, Allah amanında qalın.